Bismillahirrahmanirrahim. Ərəb dili başlanğıc səviyyəsi dərslərinə davam edirik. Bu dərsimizdə feilləri keçəcəyik. Artıq 1-2 dərs sonra daha geniş və daha mənalı cümlələr işlədəcəyik və bu da dərslərin daha maraqlı olmasına səbəb olacaq inşallah. Və dediyimiz kimi bu kitabı bitirdikdə artıq özünüzü bu dilə aid edə bilər, bu dildə kiçik də olsa fikirlərinizi ifadə edə bilərsiniz. Xatırladaq ki, əslində ərəb dili genişliyi, qrammatikasından dünyada çətin qəbul edilən dillərdəndir. Amma inşallah ki, çalışqanlıq və gözəl proqram olsa, Allah Azza və Cəllə nəsib edər öyrənməyimizi. Bu dərsimizdə biz feilləri keçəcəyik. Artıq 1-2 dərs sonra daha geniş, daha mənalı cümlələr quracağıq və bu dərsləri sizin üçün daha maraqlı edəcək inşallah. Və ərəb dili əslində çətin qəbul olunan dillərdəndir. Amma çalışqanlıq və əzmkarlıq bir arada olsa və gözəl bir proqram və üslubla keçilsə, nəticə əldə etmək var Allahın izni ilə. Məzə, nə? Bu mə ilə eyni mənadadır. Xatırlarsınızsa bundan öncə mə deyə bir sual kəlməsi keçmişdik. Mə nədir deməkdir? Məzə ilə eyni mənadadır. Bunların arasındakı fərq mə isimlərlə, məzə isə feillərlə işlənir. Misal üçün sən bu nədir dedikdə mə işlədirsən, mə həzə. Amma nə yeyirsən, nə oxuyursan dedikdə məzə deyəcəksən. Misal üçün məzə təqra'u, məzə yəqra'u, o nə oxuyur. Yəf'alu isə edir deməkdir. Məzə yəf'alu, nə edir. Gəlin mətnimizi oxuyaq və bunu oxumamışdan öncə lüğət hissəsinə diqqət edin ki, tərcümə edə biləsiniz. Məzə yəf'alul cəməlu. Dəvə nə edir? Və xatırladım ki, sual kəlmələri daim cümlənin əvvəlinə gəlir. Məzə yəf'alul cəməlu. Dəvə nə edir? Əl-cəməlu, dəvə, yə'kulu, yeyir. Məzə yəf'alul talibu. Tələbə nə edir? Əl-talibu yəqra'u, oxuyur. Məzə yəf'alul vələdu. Oğlan nə edir? Əl-vələdu yəşrabu. Oğlan içir, uşaq içir. Məzə yəf'alul muallimu. Müəllim nə edir? Əl-muallimu yəktubu. Məndən öncə oxumağa çalışın və tərcümə etməyə. Daha sonra yoxlayın. Məzə yəf'alu Əhmədu. Əhməd nə edir? Əhmədu yusalli. Əhməd namaz qılır. Məzə yəf'alul ғazəlu. Ceyran nə edir? Əl-ғazəlu yəcri. Ceyran qaçır. Məzə yəf'alu Səmir. Səmirun. Samir nə edir? Səmirun yətəvadda'u. Samir dəstəmaz alır. Məzə yəf'alu Abdullahi. Abdullah nə edir? Abdullahi yaxrucu. Yenə də videonu dayandırıb məndən öncə tərcümə etməyə çalışın. Məzə yəf'alur raculu. Ər-raculu yəclisu. Kişi nə edir? Kişi oturur. Məzə yəf'alu Yusufu. Yusuf nə edir? Yusufu yəsmə'u. Yusuf eşidir, dinləyir. Çalışmalar hissəsinə keçək. Əcib anil əs'iləti. Sualları cavabla. Məzə yəf'alu talibu. Tələbə nə edir? Ət-talibu yəktubu. Məzə yəf'alul vələdu. Oğlan nə edir? Əl-vələdu yəftəhu. Açır. Burada qutunu açır. Məzə yəf'alul cəməlu. Dəvə nə edir? Əl-cəməlu yəşrabu. Məzə yəf'alul tiflu. Uşaq nə edir? Ət-tiflu yədhəku. Uşaq gülür. Və buradakı digər cümlələrdə tamam edirsiniz. Həmən çalışmanın davamıdır. Biz feilləri keçdik. Daha sonra isə feillərin şəxsə görə dəyişməsini keçəcək. Necə ki, Azərbaycan dilində feillər şəxsiyyə görə sonluq qəbul edir, ərəb dilində də bu cürdür. Misal üçün, içmək feilini götürsək,
Birinci şəxs üçün mən içirəm olacaq. İkinci şəxs üçün sən içirsən. Üçüncü üçün, misal üçün biz kəlməsi üçün biz içirik. Gördüyünüz kimi müxtəlif şəxs sonluqları qəbul etdiyi feillər. Ərəb dilində də belədir və gəlin öyrənək. Ərəb dilində bu şəkilcilər, bu dəyişimlər sözlərin əvvəlində olacaq. Hələ ki biz bunları keçəcəyik sözlərin əvvəlində olan hissəni. İçir feili yəşrabudur. Biz bura qədər ancaq üçüncü şəxsin təki üçün, huvə üçün keçmişdik bütün misalları. Amma burada bütün şəxslərə görə dəyişmə baxacağıq. Mən içirəm də. Əvvəldəki yə hərfi silinir, çünki o huvənin şəkilçisi idi. Əvvəli həmzə, üzəri fətəli həmzə gəlir. Ənə əşrabu, mən içirəm. Əntə təşrabu, sən içirsən. Ənti, əntə ilə eynidir. Əvvəlinə tə qəbul edib. Sadəcə fərq odur ki, sonuna da uzatma yə və nun iynə şəkilçisini qəbul edir. Misal üçün, əntə təşrabudursa, ənti də təşrabinədir. Əntə təqraudursa, ənti təqrainədir. Huvə yəşrabu, hiyə təşrabu. Hiyə əntə ilə eynidir. Bunların arasındakı fərq cümlədəki mövqeyindən olacaq. Nəhnu nəşrabu. Nəhnunun şəkilçisi isə nundur. Bax, bu şəkilçilərə diqqət etməliyik. Ənə də həmzə, əntə də tə, ənti də tə və sona iynə. Huvə də yə, hiyə də tə, əntə ilə eynidir. Nəhnu da nə. Və alışdırmalar edək burada. Gördüyünüz kimi baş əvvəllərə şəxslər yazılıb və feillər bu şəxslərə görə dəyişilib. Bir-iki nümunə oxuyaq. Ənə əktubu, əntə təktubu, ənti təktubinə, huvə yəktubu, hiyə təktubu, nəhnu nəktubu. Bunu fəhm etməsi çətin olan bir şey deyil, sadəcə vərdiş etmək lazımdır ki, anında, beynində yaranan təsəvvürü ərəb dilində səsləndirə biləsən deyə. Ədrusu, tədrusu, tədrusinə, yədrusu, tədrusu, nədrusu. Bir kəlmə deyim, siz çevirməyə çalışın. Yəzhəbu kəlməsi. Başlayın ənədən şəxslərə görə dəyişməyə. Videonu saxlayın, biri ilə yazın və sonra yoxlayın mən dediklərimlə. Ənə əzhəbu, əntə təzhəbu, ənti təzhəbinə, huvə yəzhəbu, hiyə təzhəbu, nəhnu nəzhəbu. Və bu alışdırmaları oxuyub vərdişinizi gücləndirə bilirsiniz. Daha sonra burada bizim çalışmamız var. Bəzən ənə üçün verib feili. Digər şəxsləri siz tapacaqsınız. Bəzən əntə, bəzən ənti üçün verib. Misal üçün əntidə siz biləcəksiniz ki, kəlmə əslində yaxrucudur. Misal üçün daim huvə üçün deyək də, misal yaxrucudur. Buradakı tə əntinin şəkilçisidir. Əvvəldəki tə və sondakı yə və nun. Və bu kəlmə ənə üçün belə olacaq. Təxrucinə olacaq əxrucu. Əndə üçün təxrucu. Əndi üçün təxrucinə, huvə üçün yaxrucu. Və bu çalışmanı tamamlayacaqsınız. Daha sonra əkmil tamamla. Bir damiri, damirlə. Damir şəxs əvəzliklərinə deyilir. Münasibi, münasib damirlə tamamla. Bu damirlər burada verilib. Və biz hansı şəxs əvəzliyin, hansı damiri yazacağını necə biləcəyik? Feillərin əvvəlindəki şəkilçidən. Misal üçün, yədrusu, həm bunu damiri tapaq, həm də gəlin cümlələri tərcümə edək. Yədrusu, gördük ki, yə şəkilçisi huvəyə aiddir. Qoyaq yerinə. Huvə yədrusu, o oxuyur. Fi dadə mənasındadır, fi mərkəzi. O mərkəzdə oxuyur. Fi mərkəzi kəlimə. O kəlimə mərkəzində oxuyur. Daha sonra feil tusallidi, əvvəlində tu var. Bura həm hiyə, həm də əntə qoymaq olar, şəkilçi eynidir. Əntə qoyaq. Əntə tusalli. Sən namaz qılırsan, sən qılırsan. Fil məscidi, məsciddə. Əzhəbu, mən. Ənə olacaq. Nədən bilirik? Əvvəlindəki həmzədən. Ənə əzhəbu, mən gedirəm. İləl beyti, evə. Siz bax, burada necə ki, bu feillərlə cümlələr verilib. Özünüz də cümlələr qurmağa çalışın. Bax, elə burada onların qarşısına yazın. Məsələn, əzhəbu, mən gedirəm. Siz edin ki, o gedir. Evə deməyin, deyin, misal üçün, məktəbə və yaxud da marketə və yaxud da məscidə, universitetə və dəyişikliklər edərək cümlə qurun. Həm söz bazası, həm də cümlə vərdişiniz inkişaf etsin. Təşrabinə. Bax, buradan biz bilirik ki, hansı şəxsdir? Ənti. Əvvəlində tə, sonunda iynə.
Enti təşrabinə, sən içirsən əşşəyə çay. Misal üçün burada siz içmək yox, bura qoyun yemək feilin. Əntə yox, yazın nəhnu, biz yeyirik. Misal üçün buraya yazın çörək, biz çörək yeyirik. Və yaxud da biz toyuq yeyirik. Toyuq yeyirik, misal üçün quraq. İlk öncə biz nəhnu yeyirik feili. Huvə üçün yəkuludur. Biz üçün necə olacaq? Nəkulu. Toyuq ət edəcək. Nuhibbu. Və onunla bilirik ki, bizdir. Nəhnu nuhibbullahi və rasuləhu. Biz Allahı və Rasulunu sevirik. Təclisu. Aləl kursiyyə. Oturur. Bu tədə əntə və yoxud da hiyə qoya bilərik. Hiyə təclisu aləl kursiyyə. O, stolun üzərində oturur. Kursi, stol deməkdir. Çalışmalarımız devam edir. Ət-tədribu səlisu. Üçüncü çalışma. Bax, şəxslər verilib. Eyni bir feildir. Sadəcə şəkilçiləri dəyişib. Onları uyğun boşluqlara yazacağıq. Ənə. Burada yəşrabu feilidir. İndi ənə üçün hansı olacaq? Yəşrabu, təşrabu, nəşrabu, yoxsa əşrabu? Bəli, əşrabu. Ənə əşrabu ləbənə. Mən süd içirəm. Əntə təşrabu ləbənə. Bax, bu cür tamamlayacaqsınız çalışmanı. Daha sonra bu çalışmamız biraz maraqlıdır. Sil birləşdir. Beynə, arasını. Əlif və bə. Əliflə, əlif sütunu ilə bə sütunun arasını birləşdir. Yəni, burada bizə feilləri icra edənlər var. Və bu tərəfdə isə feil və cümlənin davamı var. Biz bu şəxslərə görə təyin edəcəyik. Hansı şəkilçidə, hansı feildir. Gəlik bura, Üthmən. Bax, burada maraqlı bir mövzuya toxunulur. Bir ənə, əntə, huvə keçdik. Bəs xüsusi bir ad olarsa və yaxud da insana dəlalət edən bir peşə olarsa, onu hansı şəxsə aid edəcəyik? Misal üçün, Üthmən ənədir, əntədir, yoxsa huvədir? Bu sual verərək tapa bilərik. Osman, kim, o? Bu üçüncü şəxsdir. Yəni, bu dediyimiz saydıqlarımız hamısı üçüncü şəxsə aiddir. Təkdə olarsa huvə, cəmdə olarsa hum keçəcəyik onda inşallah. Üthmən huvə sayılır. Ona görə şəkilçisi nə olacaq? Yə. Bunu belə birləşdirəcəyik. Üthmənu yəqra'ul Qur'anə. Ənə. Ənənin şəkilçisi nə idi? Həmzə. Burada axtaracağıq. Və burada. Ənə əşrabu şəyə. Mən çay içirəm. Və bu cür tamamlayacaqsınız. Daha sonra deyir ki, şəxslərə görə bu cümləni, bu feilləri dəyiş. İlk öncə biz oxuyaq, tərcümə edək. Ondan sonra şəxslərə görə dəyişərik. Ənə, mən. Ətəvəddəu. Dəstəmizi alıram. Fil həmməmi. Hamamda. Thumma əxrucu. Sonra çıxıram. Yəni, evdən çıxmaq mənasında. Və əzhəbu. Və gedirəm iləl məscidə. Məscidə. Və usallil fəcra. Usalli. Qılıram. Əl-fəcra. Fəcri hunəkə. Orada. Thumma. Sonra ərci'u. Qaydıram. İləl beyti. Evə. Və videonu saxlayın və bir daha siz oxuyub bunu tərcümə etməyə çalışın. Və şəxslərdən birinə mən nümunə gətirim, sonrasını siz dəyişəcəksiniz. Əntə, artıq həmzənin yerinə tə yazacağıq, çünki əntənin şəkilçisi tədir. Əntə tətəvəddəu fil həmməmi. Sən hamamda dəstəmiz alırsan. Thumma əxrucu deyil, thumma təxrucu olacaq. Thumma təxrucu çıxırsan və təzhəbu iləl məscidi, məscidə gedirsən. Və tusallil fəcrə hunəkə və fəcr orada qılırsan. Thumma tərci'u iləl beyti. Sonra evə qayıdırsan. Və bunu bütün şəxslərə görə yazıb tamamlayacaqsınız. Gələn dərsimizdə isə biz isimlərin sonuna əlavə olan damirləri, şəxs əvəzliklərini öyrənəcəyik. Yəni, mənim kitabım, sənin kitabım, bu cür kimi terminləri öyrənəcəyik. İnşallah gələn dərsdə görüşənədək.